A bərabərdir 2 üstü m vurulsun 3 üstü n və b bərabərdir 2 üstü n vurulsun 3 üstü m natural ədədlərdir. Yəni A və B daxildir natural ədədlər çoxluğuna. Əkob AB üstəgəl əbob AB bölünsün əbob AB bərabərdir 37 olarsa, m üstəgəl n cəminin ən kiçik qiymətini tapmaq lazımdır. Burada nəzərə almaq lazımdır ki, m n-dən böyükdür və m ilə n-in hər ikisi natural ədədlər çoxluğuna daxildir. Bu ifadəni sadələşdirsək, əkob AB bölünsün əbob AB üstəgəlinsin əbob AB bölünsün əbob AB şəklində göstərə bilərik. Bu da bərabərdir 37-dir. Əbob AB və əbob AB ixtisar olunsa, burada 1 qalar. Sağ tərəfə keçirsək, əkob AB bölünsün əbob AB bərabərdir 36 olduğunu alırıq. Əkob və əbobun hesablanması qaydasına görə, əgər qüvvət şəklində göstərilibsə, onda böyük olan qüvvətlər hasili əkoba, kiçik olan qüvvətlərin hasili isə əboba bərabər olur. Onda əkobu hesablasaq, əkob AB A və B-nin qiymətini yerinə yazsaq, 2 üstü m vurulsun 3 üstü n və 2 üstü n vurulsun 3 üstü m. Buradan daha böyük qüvvətlər m qüvvətləridir deyənə 2 üstü m vurulsun 3 üstü m. Bunda bir əsasın qüvvəti şəklində göstərsə 6 üstü m-ə bərabər olar. Eyni zamanda əbob AB-ni hesablayaq. Əbob AB-də isə qüvvətləri daha kiçik olanların hasilinə bərabər olacaq. 2 üstü m vurulsun 3 üstü n, 2 üstü n vurulsun 3 üstü m bərabərdir 2 üstü n vurulsun 3 üstü m. Bunda bir əsasın qüvvəti kimi göstərsə 6 üstü n-ə bərabər olar. Qiymətləri yerinə yazsaq, 6 üstü m bölünsün 6 üstü n bərabərdir 36. Buradan da 6 üstü bölmədə əsaslar eynidirsə qüvvətləri çıxırıq. 6 üstü m çıxılsın n bərabərdir 36. Yəni 6 üstü 2-yə bərabər olar. Əsaslar eynidir deyənə qüvvətlərini də bərabərləşdirə bilərik. M çıxılsın n bərabərdir 2 alınır. Bizə isə m plus n-in ən kiçik qiyməti lazımdır. M ilə n-in natural ədədlər olduğunu nəzərə almaq şərti ilə fərqi 2-yə bərabər olan ən kiçik natural ədədləri təyin edirik. Bu 3 və 1 ola bilər. Deməli, m bərabərdir 3, n bərabərdir 1 alırıq. M plus n cəminin ən kiçik qiyməti 3 üstəgəl 1 bərabərdir 4 olar.